Quba, Qafqazın dağları ilə qucaqlaşan qədim şəhər. Bu şəhərin içində isə başqa bir tarix yaşayır. Qırmızı qəsəbə. Bura əsrlər boyu Qafqaz yəhudilərinin sakit və davamlı məskən olub. Qafqaz yəhudiləri, yəni dağ yəhudiləri əsrlər boyu Azərbaycanda yaşayıb. Onlar öz dillərini, adət-ənənələrini, dini kimliklərini qoruyaraq bu coğrafiyanın ayrılmaz hissəsinə çevriliblər. Qırmızı qəsəbə isə bu icmanın dünyada nadir rast gəlinən kompakt yaşayış məkanlarından biridir. Qırmızı qəsəbənin qədim məhəllələrindən biri Qilqot. Bu məhəllə sadəcə evlər toplusu deyil. Bura bir icmanın sosial mərkəzi, gündəlik həyat səhnəsidir. Burada insanlar birlikdə işləyib, birlikdə bayram edib, birlikdə dua ediblər. Hər küçə bir xatirə daşıyır, hər divar bir hekayə saxlayır. Tarixi mənbələrə görə Qilqot məhəlləsinin sakinləri Qələdüz kəndi ətrafından Quba xanı Hüseynəli xanın icazəsi ilə bu əraziyə köç ediblər və bu köç cəmi 6 gün davam edib. 6 gün, qısa zaman, amma böyük qərar. Altı gün. Bəzən tarix 100 illərlə yazılır. Bəzən isə 6 gün yetərli olur. Qilqot məhəlləsi o 6 günün nəticəsidir. 6 günbəzli sinaqoq isə həmin qərarın daşlanmış formasıdır. (1888-ci ildə inşa edilən 6 günbəzli sinaqoq Qırmızı qəsəbənin simvollarından biridir. Memar Gilel Ben Xaimin layihəsi əsasında tikilən bu bina memarlıq və icma tarixinin kəsişmə nöqtəsidir. Tikili 6 güşəli plan quruluşuna malikdir. Üzərində yüksələn 6 günbəz ona həm adını, həm də rəmzi məna qatını verir. Bu günbəzlər 6 günlük köçün simvolu kimi qəbul olunur. Bina yerli daş və bişmiş kərpicdən inşa edilib. Fasad simmetrikdir. Şərq memarlıq üslubu aydın hiss olunur. 14 əsas pəncərə işığın məkana balanslı yayılmasını təmin edir. Palıd ağacından hazırlanmış 6 güşəli ulduz formalı çərçivələr işığı divarlarda bəzəyə çevirir. Zalın mərkəzində ucalan Aron Hagodiş 7 metr hündürlüyə malikdir. Bu hissə Qüds istiqamətinə yönəlib və müqəddəs kitab burada saxlanılır. Beləcə, Aron Hagodiş sadəcə memarlıq detalı deyil, inamın mərkəz nöqtəsidir. Günbəzlərin daxili quruluşu akustikanı gücləndirir. Dua səsi məkanda bərabər yayılır. Burada səs itmir,
yuxarı qalxır. Sinaqoqun zirzəmisində 60 nəfərlik ibadət zalı və mətbəx yerləşir. Bu, məkanın sosial yönümlü təyinatını göstərir. Burada mərasimlər keçirilib. İcmanın toplantıları da bu məkanda baş tutub. Burada uşaqlara dini biliklər öyrədilib. Bu bina təkcə dua məkanı deyil, icmanın qəlbidir. –20-ci əsrin çətin dönəmlərində sinaqoq müxtəlif sınaqlardan keçib. 1995-ci ildə burada bərpa işlərinə başlanılıb. 2000-ci ilin oktyabrında isə bina yenidən istifadəyə verilib. Daşlar yeniləndi, amma yaddaş dəyişmədi. Altı günbəzli sinaqoq sadəcə bir memarlıq abidəsi deyil. Bu bina bir köçün xatirəsidir, bir icmanın iradəsidir, bir xalqın mədəni irsidir. 6 günə başlayan yol 100 illərdir inamla davam edir. Bu tarix saraydan başlasa da, yaşamına bir köçlə, bir dua ilə, bir bina ilə, bir oba ilə davam edib. 6 günbəzli sinaqoq isə Quba torpağında tarixin və yaddaşın memarlıq formasına çevrilmiş hekayəsinə çevrilib və bu hekayə davam edir.